Salam herkese. Bizim bu videomuz article mövzusunda olan bir qayda haqqındadır. Məsələn, biz işlədirik in school və yaxud da in the school. School sözü əvəz oluna bilər. Məsələn, hospital, prison, jail, church, college, university isimləri ilə. Yəni müəyyən bir yer bildirən, məkan bildirən, bina adı bildirən isimlərlə. Lakin bunlarda, bu ifadələrdə məhz Z artiklının işlənməsi və yaxud da işlənməməsinə görə məna dəyişikliyi baş verir. Baxın şəklimizdə. Burada müəllimə var, şagirdlər var və valideynlər var. İndi müəllimə üçün mən məktəbdəyəm deyəndə I am in school deyir. Yəni həmin müəllim məktəbdə işləyir. Yəni həmin o bina ilə məktəblə sırf sıx əlaqəsi var, yaxın əlaqəsi var. Və yaxud da şagirdlər də həmçinin mavi oxla işarə etmişəm. Onlar da işlədilir I am in school. Lakin əgər valideyn olarsa, məktəblə uzaqdan əlaqəsi olan, daimi orada müəyyən işi olmayan, hər hansı bir qısa məqsədlə məktəbə gələn şəxslər isə Z işlədəcəklər. Yəni I am in the school deyəcəklər. Yəni kimsə məktəbə gəlibdir, o nə şagirddir, nə də müəllimdir. Baxın, həmin eyni ilə bu qayda hospital sözündə də var. In hospital və yaxud da in the hospital işlədirik. Əgər I am in hospital deyiriksə, kimsə bunu bir xəstə olan kəs işlədir. Yəni o xəstəxanada yatır, müalicə alır. Amma I am in the hospital dedikdə bunu xəstəxanada həkim işləyən bir şəxs və yaxud da tutaq ki, xəstəsi var, gəlib həmin xəstəni ziyarət etməyə. Həmin şəxslər Z artiklı ilə həmin cümləni işlədir. Yəni I am in the hospital. Yəni müəyyən bir qısa müddətli məqsəd üçün gəliblər xəstəxanaya. Yəni daimi orada olmurlar. Sonra baxın, prison sözündə də bu qayda var. I am in prison. Yəni bir kəs həbsdədir. Orada da cəzasını çəkir. Yəni dustaq, məhbus işlədir bu cümləni. Amma I am in the prison dedikdə, yəni bir kəs hər hansı bir məqsədlə həbsxana binasındadır. O vəkil ola bilər və yaxud da hansısa bir məhbusun yaxınıdır. Onu ziyarət edibdir. Bu zaman o I am in the prison, yəni prison sözü ilə qarşısına Z artiklı ilə işlədir. Bir də qısaca olaraq qeyd edim. Əvvəldə də dedim ki, yəni prisondur, hospitaldır, sonra school, university, college, jail və digər bina yerləri, adları bildirən müəyyən bəzi isimlərlə söz önlərinin, yəni videoda ən çox işlənən söz önü olan inlə vermişəm. Amma yenə məsələn to və yaxud da at ilə işlənə bilərlər. Burada da yenə həmin o Z artiklın işlənməsi asılıdır mənaya. Məsələn, biz onu həmin fiziki olaraq həmin binada olarkən və yaxud da həmin yerdə müəyyən bir işimiz olarkən biz onu Z ilə işlədik. Amma ümumi mənada işləndikdə artıq orada Z artiklı olmur.